Osmanlı sultanları haqqında 5 maraqlı faktı sizin nəzərinizə çatdırıram. Birinci, Osmanlı hökmdarları içində ən çox yaşayan şəxs Orxan Qazi idi ki, 78 il yaşamışdı. Lakin ən az yaşayan şəxs isə 2-ci Osman idi ki, cəmi cümlətanı 18 il yaşadı və ona Gənc Osman deyirdilər. İkinci fakt, ən çox hakimiyyətdə olan Osmanlı sultanı Sultan Süleyman Qanuni idi. 46 il hakimiyyətdə olmuşdu. Ən az hakimiyyətdə olan Osmanlı sultanı isə 5-ci Murad idi ki, 93 gün cəmi hakimiyyətdə olmuşdu. Üçüncü fakt, Osmanlı sultanları içərisində ən gec hakimiyyətə gələn 5-ci Mehmet idi ki, 65 yaşında hakimiyyətə gəlmişdi. Ən erkən dövrdə hakimiyyətə gələnsə 4-cü Mehmet idi ki, 7 yaşında hakimiyyətə gəlmişdi. Dördüncü fakt, Osmanlı sultanları içərisində 1-ci Əhmədi ömrü boyu rəqəmlər müşayiət edirdi. Belə ki, 14 yaşında hakimiyyətə gəlmişdi, 14-cü sultan idi və 14 ildə hakimiyyət olmuşdu. Və ən nəhayət 5-ci fakt daha maraqlıdır. Osmanlı sultanları içində ən çox uşaqlı sultan 3-cü Murad idi ki, bəzi məlumatlara görə 100, bəzi məlumatlara görə isə 130 uşağı var idi.